Salam. Niccolo Machiavelli'nin adını eşidən kimi yəqin ki ağlınıza dərhal amansız siyasət, saray intriqaları və güc oyunları gəlir. Bəs sizə desəm ki, onun düz 500 il əvvəl hökümdarlar üçün yazdığı bu prinsiplər bugün sizin sevgi həyatınızın mürəkkəb labirintində ən yaxşı bələdçiniz ola bilər? İlk baxışdan qəribə səslənir, elə deyilmi? Amma gəlin birlikdə bu olduqca cəsarətli ideyanın dərinliklərinə enək və görək altından nə çıxacaq. Bax, bugün biz məhz bu təxribatçı sualın cavabını axtaracağıq. Yəni, dövlətləri idarə etmək üçün yazılmış qaydalar, iki insan arasındakı o incə, həssas sevgi və hörmət balansını qorumağa necə kömək edə bilər axı? Hazır olun, çünki bu təhlilin sonunda bəlkə də münasibətlərə baxışınız bir daha əvvəlki kimi olmayacaq. Machiavelli fəlsəfəsinə görə, istəsək də, istəməsək də, hər bir münasibət əslində bir güc meydanıdır. Və bu arenada kişi bir növ hökümdar rolunu oynayır. Təbii ki, hər bir hökümdar kimi onun da öz səltənətini, yəni münasibətini qorumaq üçün strateji düşünməsi lazımdır. Amma təəssüf ki, bir çoxları daha oyunun lap əvvəlində ölümcül bir səhvə yol verir. Baxın, bütün strategiyanı məhv edən o tək səhv məhz budur. Hökümdarın öz ən dəyərli xəzinəsini, yəni diqqətini, qayğısını, sevgisini heç bir şərt olmadan sərhədsiz şəkildə paylaması. Bu, sanki öz səltənətinin açarlarını könüllü olaraq təslim etmək kimidir. Yaxşı, bəs niyə belə səxavətli, nəcib, görünən bir davranış sonda fəlakətlə nəticələnir? Gəlin bunun səbəblərinə addım-addım baxaq. Yaxşı, bu səhvi etdiniz, bəs sonra nə olur? Machiavelli fəlsəfəsinə görə bu strateji səhvin domino daşları kimi bir-birini izləyən 4 fəlakətli və demək olar ki, qaçılmaz nəticəsi var. Bu 4 mərhələni anlamaq əslində bütün oyunun qaydalarını başa düşmək deməkdir. Gəlin birincidən başlayaq. Birinci və yəqin ki, ən acı nəticə – dəyərsizləşmə. İqtisadiyyatın ən sadə, ən fundamental qanununu xatırlayaq. Təklif və tələb, elə deyilmi? Bir məhsul bazarda həddindən artıq çox olarsa, nə baş verir? Onun qiyməti düşür. Münasibətlərdə də sizin diqqətiniz bir növ məhsuldur. Əgər siz onu fasiləsiz, dayanmadan təklif edirsinizsə, onun dəyərini öz əllərinizlə aşağı salırsınız. Unutmayın, asanlıqla əldə edilən bir şey heç vaxt qiymətli olmur. Bəli, bilirəm, bu sitat ilk baxışdan çox sərt, hətta pessimist səslənir, amma gəlin dərinliyinə baxaq. Machiavelli burada insan təbiətinin biraz qaranlıq, amma real bir tərəfini vurğulayır, tez alışmaq və qədir bilməmək. Sizin o hədsiz diqqətiniz bir müddət sonra qarşı tərəf üçün xüsusi bir jest, bir mükafat olmaqdan çıxır və nəyə çevrilir? Adi, gündəlik bir gözləntiyə. İnsanlar isə adət etdikləri şeylərə görə çox nadir hallarda minnətdarlıq hissi keçirirlər. Və bax, bu dəyərsizləşmə bizi birbaşa ikinci fəlakətli nəticəyə gətirib çıxarır. Hörmətin itirilməsi. Bunun da kökündə dayanan əsas səbəb itirmək qorxusunun tamamilə yox olmasıdır. Bir anlıq düşünün, əgər bir insan sizin hər zaman, hər şəraitdə onun yanında olacağınıza 100% əmin olarsa, niyə sizi itirməkdən qorxsun ki? Və o qorxu yox olduğu anda hörmət də yavaş-yavaş aşınmağa başlayır. Gəlin görək Machiavelli bu barədə nə deyir? Və budur. Gəldik Machiavellinin yəqin ki ən məşhur, amma eyni zamanda ən çox yanlış anlaşılan sözünə. Sevilməkdənsə qorxulmaq daha təhlükəsizdir. Bir dəqiqə, dayan. O, əlbəttə ki, münasibətlər kontekstində fiziki qorxudan, təhdiddən və ya zorakılıqdan danışmır, əsla. Söhbət daha incə, daha psixoloji bir qorxudan gedir. Elə bir qorxu ki, əslində hörmətin təməl daşıdır. Bəli, o əsl qorxu sizi itirmək ehtimalıdır. Bir kişi davamlı olaraq diqqət göstərəndə, hər mesaja saniyəsində cavab verəndə, hər an əlçatan olanda, qarşı tərəfin şuur altına belə bir mesaj ötürür. Mən sənsiz bacarmaram, narahat olma, mən heç yerə getməyəcəyəm və qarşı tərəf sizin onu tərk etməyəcəyinizə tam əmin olduğu anda sizi itirmək qorxusunu da itirir. O qorxu ilə birlikdə isə sizə olan hörmət də buxarlanıb gedir. Çünki sevgi könüllü bir bağlısa da, məhz itirmək qorxusu bu bağa ciddiyyət və dərinlik qatır. Üçüncü nəticə isə bəlkə də ən sarsıdıcı olanıdır. Sizin hədsiz diqqətiniz qarşı tərəf üçün bir zəiflik siqnalı kimi qəbul edilir. Machiavelli fəlsəfəsində virtu deyilən çox vacib bir anlayış var. Bu, sadəcə xeyirxahlıq deyil, bu kişinin cəsarəti, qətiyyəti, öz dünyasını qurma bacarığı, daxili gücüdür. Həddindən artıq diqqət isə bu virtunun, yəni o daxili gücün olmamasının bir göstəricisi kimi yozulur.
Bu sitat, bilirəm, müasir dövrdə çox sərt və hətta qəbul edilməz səslənə bilər. Amma gəlin onun hərfi mənasından kənara çıxaq və Machiavelli'nin verdiyi o metaforik mesaja fokuslanaq. O deyir ki, tale ya da arzulanan hədəf bu kontekstdə qarşı tərəfin hörməti, yalvaranlara deyil, cəsarətlə öz yolunu gedənlərə boyun əyir. Siz bütün diqqətinizi və enerjinizi bir insana yönəltdiyiniz zaman, onun dünyasının mərkəzi, yəni günəş olmaq əvəzinə, sadəcə onun orbitində fırlanan bir peykə çevrilirsiniz. İnsanlar isə adətən peyk yox, ətrafında fırlanacaqları bir günəş axtarırlar. Yəni, öz cazibə mərkəzi, öz məqsədləri olan birini. Və nəhayət, dördüncü, ən ironik və ən ağrılı nəticə. Sizin səxavətinizin sonu nifrət olur. Bu necə baş verə bilər axı? Təsəvvür edin bir hökümdar bütün xəzinəsini xalqına paylayır. Xəzinə boşalanda və o artıq verə bilməyəndə, xalq onun əvvəlki səxavətini unudur. Onu bacarıqsızlıqda, hətta xəsislikdə günahlandırır. Münasibətlərdə də eynilə bu acı paradoks yaşanır. Bu cədvəl faciəvi prosesi addım-addım gözümüzün önündə canlandırır. Baxın, başlanğıcda siz hər şeyinizi verirsiniz və qarşı tərəf bunu böyük bir fədakarlıq kimi görür, sizi alqışlayır. Bu, münasibətin balayı dövrüdür. Sonra, ortada sizin emosional və zaman resurslarınız təbii olaraq tükənməyə başlayır, amma qarşı tərəfin gözləntiləri artıq formalaşıb, onlar dəyişmir. İlk narazılıqlar məhz burada başlayır və sonda siz artıq əvvəlki kimi verə bilməyəndə bütün o keçmiş fədakarlıqlarınız bir anda unudulur. Siz artıq dəyişmiş, əvvəlki kimi olmayan, hətta xəsis biri olursunuz. Nəticədə nə olur? Siz həm resurslarınızı, həm sevginizi, həm də ən əsası hörmətinizi itirmiş olursunuz. Yaxşı, bu qədər problemi təsvir etdik, qaranlıq bir mənzərə cızdıq, indi isə ən vacib sual, bəs çıxış yolu nədir? Bu fəlakətdən qaçmaq üçün Machiavelli fəlsəfəsi bizə hansı həll yolunu təklif edir? Gəlin ağıllı hökümdarın əks strategiyasına baxaq. Və budur, hökümdarın 3 addımlıq xilas strategiyası. Birinci addım, diqqəti mükafat kimi ver. Bu o deməkdir ki, sizin diqqətiniz avtomatik bir hədiyyə deyil, qazanılmalı olan bir dəyərdir. Yaxşı davranışa, qarşılıqlı hörmətə cavab olaraq verilməlidir. İkinci addım, həyatının mərkəzi özün ol. Sizin həyatınızın mərkəzində öz məqsədləriniz, ehtiraslarınız, karyeranız, yəni sizin şəxsi imperiyanız dayanmalıdır. Qarşınızdakı insan bu imperiyanın kraliçası ola bilər, amma imperiyanın özü deyil. Və üçüncü, çox vacib addım, məsafə saxla. Bu, soyuq davranmaq demək deyil. Bu, o deməkdir ki, sizin öz şəxsi dünyanız, hobbiləriniz, dostlarınız var. Unutmayın, insanlar tamamilə çözülmüş bir tapmacanı yox, həmişə biraz sirli qalan, kəşf edilməli tərəfləri olan insanları daha cəlbedici hesab edirlər. Nəticə etibarilə bütün bu təhlil gəlib fundamental bir seçimə dayanır. Siz bu münasibətdə hansı rolu oynamaq istəyirsiniz? Diqqət üçün yalvaran bir dilənci, yoxsa öz hərəkətləri ilə hörmət tələb edən bir hökümdar? Bu müqayisə bütün təhlilimizin məğzini bir neçə cümlədə ifadə edir. Baxın, bir tərəfdə daima təsdiq axtaran, sərhədlərini qoruya bilməyən və nəticədə həm dəyərini, həm də hörmətini itirən diqqət dilənçisi var. Digər tərəfdə isə öz dəyərini bilən, resurslarını ağıllı idarə edən, öz dünyasının mərkəzi olan və bütün bunların nəticəsində təbii olaraq hörmət qazanan münasibət hökümdarı. Bu iki roldan hansını oynayacağınıza yalnız və yalnız siz qərar verə bilərsiniz. Və biz bu təhlili Machiavelli'nin bu güclü və düşündürücü fikri ilə yekunlaşdırırıq. Özünü sevdirmək hər zaman sənin əlində deyil, amma hörmət qoydurmaq sənin əlindədir. Sevgi kimyadır, duyğudur, bəzən idarə olunmazdır. Lakin hörmət isə bir seçimdir. O, özünə dəyər, strategiya və sərhədlər üzərində qurulur. Bəlkə də uzun və sağlam bir münasibətin əsl sirri, sevgini hörmətlə balanslaşdırmaq sənətində gizlidir. Bu barədə düşünməyə dəyər. Təşəkkürlər.